Düşünün, cəmi 10 il sonra, 2035-ci ildə süni intellekt milyonlarla insanın işini əlindən ala bilər. Bəlkə də sizin işinizi. Bu sadəcə qorxulu bir film ssenarisi deyil, yəni ciddi ekspertlərin çox ciddi müzakirə etdiyi bir ehtimaldır. 1 və 0-a xoş gəlmisiniz. Bugün məhz bu həyəcanlı, hətta bəlkə bir qədər də narahat edici gələcəyə boylanacaq. Əlimizdə xeyli mənbə var, tədqiqatlar, proqnozlar, analizlər. Bunlar göstərir ki, 2035-ci ildə süni intellekt dünyamızı, işimizi, gündəlik həyatımızı, hətta sağlamlığımızı kökündən dəyişdirə bilər. Gəlin, bu məlumat yığınından ən vacib, ən diqqət çəkən məqamları sizin üçün çıxaraq təhlil edək. İlk olaraq gəlin hamını ən çox düşündürən məsələdən başlayaq, iş yerləri. Rəqəmlər, açığını desəm, biraz heyrətləndiricidir. Məsələn, Beynəlxalq Valyuta Fondu deyir ki, süni intellekt dünyadakı işlərin, deməli, 40%-nə toxuna bilər. Bu çox böyük rəqəmdir. Bəli, 40%. Bu, həqiqətən də ciddi bir göstəricidir. Hətta Goldman Sachs daha da irəli gedir. Deyirlər ki, 300 milyon iş yeri avtomatlaşdırıla bilər. Düzdür. Bəzi mənbələr var ki, onlar hətta humanoid robotların da işə qoşulmasıyla bu rəqəmin milyardlara çata biləcəyini proqnozlaşdırır. Bu artıq, necə deyim, tamam başqa bir miqyasdır. Milyardlarla. Bu ağla sığmazdır. Bəs hansı sahələr daha çox risk altındadır? Mənbələrdə konkret nələr deyilir? Baxın, Forbes kimi mənbələr daha çox rutin, təkrarlanan işləri qeyd edir. Məsələn, inzibati işlər, katiblik, məlumatların kompüterə daxil edilməsi. Mühasibatlıq da yəqin ki. Əlbəttə. Mühasibatlıq, bəzi hüquqi yardımçı işləri, sadə məzmun yaradılması, hətta bilirsiniz rutin kodlaşdırma işləri, yəni proqramlaşdırmanın daha sadə hissələri. Bunlar hamısı, belə deyək də, avtomatlaşdırılma üçün potensial hədəflərdir. Amma bu rəqəmlər, bu proqnozlar insanları çox qorxudur. Həqiqətənmi bu qədər insan işsiz qalacaq? Hə, bu çox vacib məqamdır. Baxın, bu rəqəmlər böyük dəyişiklikdən xəbər verir. Amma məsələ təkcə iş yerlərinin itirilməsi deyil. Bu, həm də işin özünün transformasiyasıdır. Yəni, PwC və McKinsey kimi böyük konsalting şirkətlərinin analizləri var. Onlar deyir ki, mövcud işlərin təxminən 60%-i ciddi şəkildə adaptasiya tələb edəcək. 60%, bu da az deyil. Adaptasiya deyəndə nə nəzərdə tutulur? Yəni, işin məzmunu dəyişəcək, yeni bazarlıqlar lazım olacaq. Bəlkə də süni intellektlə birlikdə işləməyi öyrənmək lazım gələcək. Bəzi mənbələr hətta bunu gig iqtisadiyyatı 2.0 adlandırır. Gig iqtisadiyyatı 2.0. Bu nə deməkdir? Yəni, indi də freelancerlər var axı. Düzdür. Amma bu, daha geniş miqyasda, daha çox texnologiyaya əsaslanan bir model ola bilər. İnsanlar daha çox müvəqqəti, layihə əsaslı işlərə yönələcək. Qlobal platformalar vasitəsilə dünyanın hər yerindən sifarişçilər üçün öz spesifik bacarıqlarını təqdim edəcəklər. Yəni, işə münasibət, iş strukturu dəyişəcək. Anladım. Deməli, daimi iş yerləri azalacaq, layihə əsaslı işlər artacaq. Bəs hansı işlər daha dayanıqlı görünür bu mənzərədə? Maraqlıdır ki, mənbələr göstərir ki, fiziki əmək tələb edən bəzi işlər hələlik daha təhlükəsizdir. Məsələn, tikinti, santexnika, elektrik işləri kimi sənətkarlıq sahələri. Yəni, robotların hələ tam əvəz edə bilməyəcəyi işlər. Bəli, tam olaraq. Həmçinin yüksək empatiya, insan ünsiyyəti tələb edən sahələr də var. Məsələn, tibb bacıları, terapevtlər, müəllimlər, insan faktoru orada çox önəmlidir. Bir də, əlbəttə, yüksək səviyyəli strateji qərar qəbul etmə, yaradıcılıq tələb edən işlər. Bunlar da hələ ki, insan domenində qalacaq kimi görünür. Deməli, əsas bacarıqlar dəyişir. Nə etmək lazımdır bəs? Əsas məsələ budur. Demək olar ki, hər kəs üçün davamlı öyrənmə şərtdir. Yenidən ixtisaslaşma, yeni bacarıqlar əldə etmək və ən əsası süni intellekt savadlılığı. Yəni, bu texnologiyanın nə olduğunu, necə işlədiyini, ondan necə istifadə etmək lazım olduğunu anlamaq. Hətta bəzi sosial müzakirələr də var, bilirsiniz. Bu kütləvi dəyişikliyə cavab olaraq ümumi baza gəliri kimi konsepsiyalar gündəmə gəlir. Yəni, dövlətin hər bir vətəndaşa müəyyən bir baza gəlir təmin etməsi. Bu hələ ki müzakirə səviyyəsindədir, amma aktuallaşa bilər. Ümumi baza gəliri. Bu, həqiqətən sosial quruluşu dəyişə biləcək bir ideyadır. İş dünyası haqda danışdıq,
Amma süni intellekt təkcə işdə olmayacaq, elə deyilmi? Gündəlik həyatımıza necə təsir edəcək? Əlbəttə, gündəlik həyatımızda da çox böyük dəyişikliklər gözlənilir. Təsəvvür edin, məsələn, artırılmış reallıq eynəkləri. Bu eynəkləri taxırsınız və real dünya ilə rəqəmsal məlumatlar birləşir. Necə yəni? Nümunə verə bilərsiniz? Məsələn, küçədə gedirsiniz, qarşınızdakı binanın tarixçəsi ekranda görünür. Ya da xarici dildə danışan biri ilə söhbət edirsiniz, eynək sizə anında tərcüməni subtitr kimi göstərir. Mağazada məhsulun üzərinə baxırsınız, tərkibi, qiyməti, rəylər, hər şey gözünüzün önündə olur. Vay, bu həqiqətən fantastik səslənir. Bəs marketinq, təhsil? Orada da hiperfərdiləşdirmə dövrü başlayacaq. Süni intellekt sizin maraqlarınızı, ehtiyaclarınızı, öyrənmə tərzinizi analiz edəcək. Sizə özəl reklamlar, məhsul tövsiyələri, hətta fərdi tədris planları təklif edəcək. Hər şey sizin üçün düzəldilmiş kimi olacaq. Bu fərdləşmə həm çox cəlbedicidir, həm də biraz, necə deyim, qorxuducu, məxfilik məsələsi var. Tamamilə haqlısınız. Bu, ən böyük narahatlıqlardan biridir. Amma yeniliklər bununla bitmir. Məsələn, canlı filmlər deyilən bir konsept var. Canlı filmlər, o nədir? Yəni, siz filmə baxırsınız, amma hekayənin gedişatına təsir edə bilirsiniz. Süni intellekt sizin seçimlərinizə uyğun olaraq ssenarini anında dəyişdirir. Hər seans fərqli bir film kimi ola bilər. Çox maraqlıdır. Bəs daha futuristik proqnozlar, məsələn, beyin-kompüter interfeysləri haqqında da eşidirik? BCI-lar. Bu, əlbəttə daha uzaq gələcəyin texnologiyası kimi görünür, amma üzərində çox aktiv iş gedir. Bu, birbaşa düşüncə gücünə cihazları idarə etmək, hətta insanlar arasında düşüncə ilə ünsiyyət qurmaq potansiyeli deməkdir. Düşüncə ilə ünsiyyət. Bu artıq elmi fantastikanın reallığa çevrilməsi deməkdir. Amma bütün bu texnologiyaların mənfi tərəfləri də olmalıdır. Əlbəttə var və bunlar çox ciddidir. Birincisi, dezinformasyon problemi keskinləşəcək. Deepfake texnologiyalarıyla sahte videolar, seslər yaratmaq asanlaşacaq. Həqiqatı yalandan ayırmaq çox çətin olacaq. Bəzi ekspertlər hətta yeni bir doğrulama iqtisadiyyatının yaranacağını proqnozlaşdırıyor. Yəni, məlumatın həqiqiliyini yoxlamaya hasır olmuş hizmətlər, şirkətlər ortaya çıxacaq. Doğrulama iqtisadiyyatı maraqlı termindir. Başqa hansı risklər var? Məxfilik içkisi, kütləvi nəzarət imkanlarının artması. Bu texnologiyalar çox böyük həcmdə məlumat toplayır və analiz edir. Bu məlumatların kimin əlinə keçəcəyi, necə istifadə olunacağı ciddi etik suallar doğurur. Həmçinin bərabərsizliyin daha da artması riski var. Bu texnologiyalara çıxışı olanlar daha da irəli gedəcək, olmayanlar isə geri qalacaq. Gücün müəyyən texnoloji şirkətlərin və ya dövlətlərin əlində cəmləşməsi ehtimalı da var. Ona görə də etik çərçivələr və düzgün tənzimləmə çox vacibdir. Bütün bunlar həqiqətən də ciddi çağırışlardır. Gəlin bir başqa vacib sahəyə, səhiyyəyə keçək. Deyəsən, süni intellektin ən böyük müsbət təsirlərindən bəziləri məhz burada gözlənilir, hə? Bəli, səhiyyə. Potensialın çox böyük olduğu bir sahədir. Məsələn, HSPC-nin bir sorğusu var. Gənc həkimlərin təxminən 1/3 düşünür ki, süni intellekt yaxın gələcəkdə diaqnoz qoymaqda və müalicə qərarları verməkdə onlara əhəmiyyətli dərəcədə kömək edəcək. Yəni, həkimlərin işini asanlaşdıracaq. Tam olaraq. Mürəkkəb analizləri aparmaqda, rentgen şəkillərini, analiz nəticələrini yorumlamaqda çox faydalı ola bilər. Amma maraqlıdır ki, həmin sorğuda həkimlərin yalnız 8%-i süni intellektin birbaşa pasiyentlə ünsiyyətdə böyük rol oynayacağını düşünüb. Bu nəyi göstərir? Bu göstərir ki, həkimlə pasiyent arasındakı o insani toxunuş, empatiya, etibar hələ də çox vacibdir və yaxın gələcəkdə də belə qalacaq. Süni intellekt əla köməkçi ola bilər, amma insan faktorunu əvəz etməsi çətindir, ən azından səhiyyənin bu aspektində. Digər böyük potensial isə fərdiləşdirilmiş tipdədir. Yəni, sizin genetik məlumatlarınıza, həyat tərzinizə uyğun olaraq xüsusi müalicə metodlarının hazırlanması, xəstəlik risklərinin əvvəlcədən müəyyən edilməsi. Preventiv, yəni qabaqlayıcı tədbirlər görmək mümkün olacaq? Bəli. Həmçinin yeni dərmanların kəşfi prosesi sürətlənə bilər. Süni intellekt milyonlarla molekulyar kombinasiyanı qısa müddətdə analiz edib, potensial dərman namizədlərini tapa bilər. Uzaqdan diaqnostika, pasiyentlərin evdə monitorinqi kimi imkanlar da genişlənəcək. Bütün bunlar çox ümidvericidir.
Bəs səhiyyədəki çətinliklər nələrdir? Hansı problemlər yarana bilər? Əsas məsələlərdən biri yenə də etibardır. Həm həkimlər bu sistemlərə nə qədər güvənəcək, həm də pasiyentlər öz sağlamlıq məlumatlarını bu sistemlərə etibar edəcəklərmi? Bu çox həssas məqamdır. İkinci böyük məsələ bərabər çıxışdır. Bu, bahalı texnologiyalar hamı üçün əlçatan olacaqmı, yoxsa yalnız imkanlılar faydalana biləcək? Bu, səhiyyədəki bərabərsizliyi daha da dərinləşdirə bilər və əlbəttə məlumat məxfiliyi və təhlükəsizliyi. Sağlamlıq məlumatları ən həssas fərdi məlumatlardır. Onların qorunması kritik əhəmiyyət daşıyır. Bu sahədə çox güclü hüquqi və texniki təminatlara ehtiyac var. Beləliklə, ümumiləşdirsək, 2035-ci ilə baxanda süni intellekt bizə ikili bir mənzərə təqdim edir. Bir tərəfdən, həqiqətən də inanılmaz imkanlar var. İş həyatında transformasiya, gündəlik həyatda rahatlıq və yeni təcrübələr, səhiyyədə inqilabi irəliləyişlər. Digər tərəfdən isə çox ciddi risklər və cavablandırılması vacib olan suallar mövcuddur. Kütləvi işsizlik potensialı, artan bərabərsizlik, məxfiliyin itirilməsi təhlükəsi, həqiqətlə yalanın qarışması riski. Bəs bütün bunlar, əziz dinləyicilər, sizin üçün nə deməkdir? Məncə, buradakı ən vacib nəticə budur. Gələcək əvvəlcədən yazılmayıb. Süni intellektin hansı istiqamətdə inkişaf edəcəyi, cəmiyyətə necə inteqrasiya olunacağı, onun faydalarının və risklərinin necə balanslaşdırılacağı bizim bugünkü seçimlərimizdən, qərarlarımızdan asılıdır. Texnologiyanın özü nə yaxşıdır, nə də pis. Onu necə istifadə etdiyimiz önəmlidir. Əsas məsələ innovasiyanı təşviq etməklə yanaşı, etik normaları, insani dəyərləri və sosial məsuliyyəti də ön planda tutmaqdır. Biz bu texnologiyanı bəşəriyyətin xeyrinə necə yönləndirə bilərik? Bax, əsas sual budur. Tamamilə razıyam. Və söhbətimizin sonunda sizi biraz da düşünməyə vadar edəcək bir sualla baş-başa buraxmaq istərdim. Sizcə, süni intellekt sizin şəxsi gündəlik həyatınızı və ya peşəkar fəaliyyətinizi 2035-ci ilə qədər ən çox hansı gözlənilməz, heç ağlınıza gəlməyən şəkildə dəyişə bilər? Bunun üzərində düşünməyə dəyər.